Azərbaycandan soyuq hava dalğası keçəcək, xəbərdarlıq edildi. Azərbaycanda yanvarın 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə hava dalğası yanvarın 15-i axşamdan başlayacaq. Yanvarın 16-sı isə qısa fasilə gözlənilir. Sözü gedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək. Minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Bakının rayonlarında, xüsusən də dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Əlverişsiz hava şəraitinin yanvarın 22-sinədək davam edəcəyi gözlənilir.